Salam müəllimlər, xoş gördük hər birinizi. Hər vaxtınız xeyir olsun. Xoş gördük sizləri. Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Zəhmət olmasa canlı yayımı bəyənəyin ki, daha çox müəllimin qarşısına çıxsın və dərsə qoşulsunlar, onlar da faydalansınlar. Canlını ətrafınızda olan müəllimlərə göndərə bilərsiniz, problem deyil müəllimlər. Yəni ətrafınızda bu istiqamətdə hazırlaşan müəllimlər varsa göndərin. Hər vaxtınız xeyir olsun Nuridə müəllimə, xoş gördük sizi də. Canlını paylaşarın zəhmət olmasa. Salam Bəxtiyar müəllim, xoş gördük sizləri. Bəli, ödənişli qruplarımızda saat 18:00-da Zoom üzərindən canlı dərsimiz olur ikinci qrupda. Salamlar müəllimlər, xoş gördük hər birinizi. Çox sağ olun Nəcibə müəllimə. Təşəkkür edirik. Siz sağ olun Tuncay müəllimə. Salam Sərvər müəllim, xoş gördük sizləri. İnşallah Nuridə müəllimə sevə-sevə hər birinizi burada gözləyirəm. 2 dəqiqəyə başlayırıq. Zəhmət olmasa canlı yayımı bəyənəyin ki, daha çox müəllimin qarşısına çıxsın. 2 dəqiqəyə Allah qoysa başlayırıq. Salam Mələk müəllim, hər vaxtınız xeyir olsun. Təşəkkür edirəm Bəxtiyar müəllim. 2 dəqiqəyə başlayırıq. Səsi açacağım, narahat olmayın. Salam müəllimlər, bir daha hər birinizi xoş gördük. Ümid edirəm hər biriniz yaxşısınız. Hər birinizə qarşıdan gələn müsahibə mərhələsində uğurlar arzulayıram. Ümid edirəm ki, müəllimlər olaraq bu çətin olduğu qədər də məşəqqətli və məsuliyyətli işin öhdəsindən hər biriniz uğurla gələcəksiniz və hər biriniz bu mərhələni də adlayıb, inşallah sentyabr ayının 15-dən daha özünə güvənli bir şəkildə məktəblərə yollanacaqsınız. Diqqətli olun, dəyərli müəllimlər. Bugün xüsusilə müsahibə mərhələsi ilə bağlı bir neçə məqam var ki, birinci oradan başlamaq istəyirəm. Ümumiyyətlə müəllimlər, ətrafda bugün müsahibə mərhələsi ilə bağlı çoxlu informasiya var. Yəni, hərə bir cürə yanaşma irəli sürür, hərə öz fikrini irəli sürür ki, bu cür eləsəniz daha yaxşı olar, bu cür eləsəniz daha yaxşı olar. Müəllimlər, danışan zaman yazdıqlarınızı oxuya bilmirəm, ona görə üzr hesab edəsiniz gərək. Baxın, ümumiyyətlə, müsahibə mərhələsi nədir? Gəlin, birinci oradan başlayaq ki, məsələnin mahiyyətini bildikdən sonra o istiqamətdə hazırlaşmaq asan olur. Məsələn, bəzi təlimçilərə qalanda söhbət hamısından getmir. Ölkəmizdə kifayət qədər işini bilən, peşəkar təlimçilərimiz var. Söhbət onlardan getmir.
Amma bəzi təlimçilərə qalsa, müsahibə mərhələsi yəni əllərində olsa deyərlər ki, ərəb dilində olacaq. Amma müəllimlər, müsahibə mərhələsi çox da çətin bir proses deyil. Xırda bir statistikanı sizlərlə paylaşmaq istəyirəm. Keçən il təsəvvür edin 100% müəllimin 0,5% hissəsi, yəni 0,5% hissəsi müsahibədən kəsilib. Yəni fikirləşirsiniz, nə qədər cüzi bir say müsahibə mərhələsindən kəsilib. Yəni 100%-dən, yəni 100 müəllimdən biri də yox ha, yəni yarım müəllim imtahandan kəsilib. Bu cür fikirləşən prosesi. Yəni müsahibə mərhələsi çoxsunun o təqdim elədiyi formada çətin, belə deyək də, qlobal proses deyil. Hətta mən sizə deyim ki, müəllim olacaq ki, heç bir müəllimə qoşulmadan, heç kimə qoşulmadan gedib o prosesi adlayıb gələcək. Niyə? Çünki müsahibə mərhələsinin adı üstündədir. Müsahibə, yəni burada müəllim, orada oturan komissiya üzvləri sizin psixoloji vəziyyətinizi, baxın birinci önəmli olan psixoloji vəziyyətdir, emosional vəziyyətinizi, yəni bunlar üçün önəmli olan kriteriyalar bunlardır. Müəllimin ünsiyyət qabiliyyəti varmı? Müəllimin emosional vəziyyəti yerindədirmi? Müəllim dərs prosesində özünü bir müəllim kimi apara biləcəkmi? Baxın, bunlar önəmli amillərdir, bunlar vacib komponentlərdir. Yəni bunlar hansı müəllimdə ki varsa, onlar müsahibə mərhələsindən uğurla keçəcəklər. Yəni bugün mən fikir verirəm, sosial şəbəkələrdə özümüz də bəzən qabağımıza çıxır ki, heç müsahibə mərhələsi ilə bağlı olmayan suallar paylaşılır ki, yəni bu sualların həqiqətən qəti surətdə müsahibə mərhələsinin yaxından uzaqdan əlaqəsi yoxdur. Hətta ola bilər ki, dəyərli müəllimlərimiz, gedərsiniz müsahibəyə, heç öyrəndiyiniz istiqamətdə sizə bir dənə də sual verməzlər. Bax, belə bir halda ola bilər. Məsələn, rahat suallar verə bilərlər ki, salam müəllimə, xoş görürük sizi. Niyə görə müəllimliyi seçmişsiniz? Niyə müəllim olmaq qərarına gəlmişsiniz? Şagirdlərlə necə işləyirsiniz? Şagirdlərinizin belə deyək, uğurlarından danışın və belə sadə suallarla verib sizi müsahibədən keçirə bilərlər. Yəni qəti surətdə bu önəmli bir amildir. Hansı ruh yüksəkliyi ilə biz müsahibəyə hazırlaşırıqsa, o cür də bizi orada qarşılayacaqlar. Yəni qəti surətli əsəbi, negativ bir enerji ilə müsahibəyə getmirsiniz. Və bizlər də belə deyək də müsahibə mərhələsi ilə bağlı kifayət qədər əlinizdə informasiya var. Yəni görürsünüz ki, neçə vaxtdır hazırlaşan müəllimlərimiz var, neçə vaxtdır bu istiqamətdə belə deyək, oxuyan, araşdıran, icmalını hazırlayan müəllimlər var. Ona görə, baxın, birinci önəmli nüans budur ki, o bəzi negativ insanların sırf sizi düşünməyərək, belə deyək, özlərini düşünən insanların o fitnələrinə uymayın. Yəni burada vacib komponent budur ki, pozitiv ruhda gedin müsahibəyə və öz yanaşmalarınızı da belə deyək də komissiya üzvlərinə təqdim edən zaman dəyərli müəllimlər, iki əsas prinsipə riayət edin. Birinci prinsip nədir? Məsələnin kökünə şagird yönümlülüyü qoyun. Yəni şagirdlərlə bağlı verilən istənilən suala şagird maraqlarını qatın. Yəni şagird maraqları baxımından cavab verin. Valideynlərlə bağlı verilən suallarda isə əməkdaşlığı ön planda saxlayın. Baxın, birinci, şagirdlərlə bağlı verilən suallarda işin mərkəzinə şagirdləri qoyuruq, şagird yönümlülüyü qoyuruq. Valideynlərlə bağlı verilən suallarda isə belə deyək də, birinci amil əməkdaşlıqdır, ikinci amil israrlı olmaqdır. Yaxşımı? Baxın, bir daha deyirəm. Birinci amilimiz valideynlərlə bağlı verilən suallarda əməkdaşlıq kompetensiyasıdır. İkincisi isə israrlı olmaqdır. Bəzən sizə müsahibədə sual verəcəklər ki, valideynlə söhbət edirsiniz, valideyn sizi dinləmir, neyniyərsiniz? Əlbəttə ki, israrlı olaram. Bir də bu hissəni nəzərdən keçirəyin, hələ sual cavabı keçməmişdən qabaq. Suallara bəli, şagird yönümlülüyü baxımından cavab verirsiniz. Valideynlərlə bağlı verilən suallarda isə əməkdaşlıq və israrlılıq prinsipini gözləyirsiniz. Bu iki amili gözləyən müəllimlərimiz əmin olun ki, verilən bütün sualların öhdəsindən gələcək. Bu birinci nüans, dəyərli müəllimlərimiz, dəyərli bizi izləyən həmkarlarım. Daha sonra biz nəyə fikir verməliyik? Baxın, daha çox biz nəyə fikir verməliyik? Biz ümumiyyətlə məktəbdə işləyən müəllimlər olduğumuza görə özünüz də bilirsiniz ki, müsahibənin, daha doğrusu sertifikasiyanın test mərhələsində metodikadan verilən suallar
sinif mühiti ilə bağlı oldu. Yəni sırf işləyən müəllimlər üçün olan suallar sinifin idarə olunmasından oldu, müəllim-şagird münasibətlərindən oldu, müəllim-valideyn münasibətlərindən oldu. Bu baxımdan əmin olun ki, dəyərli müəllimlərimiz, müsahibə mərhələsində də sizə veriləcək sualların 90%, 95% bu istiqamətdə olacaq. Ya müəllim-şagird münasibətlərindən veriləcək, ya müəllim-valideyn münasibətlərindən verəcəklər sizə sualları, ya kollektivlə münasibətlərdən sizə sual verəcəklər və yaxud pedaqoji prosesin təşkili ilə bağlı suallar ki, indi irəliləyən dəqiqələrdə mən bu istiqamətdə sizə lazımi məqamları çatdıracağam və kanalımızda dəyərli müəllimlərimiz, ümumiyyətlə müsahibə mərhələsi ilə bağlı yetərincə informasiya var, yetərincə məlumatlar var ki, hər kəs həmin məlumatları incələyərək, araşdıraraq, qeydlər götürərək əmin olun ki, müsahibə mərhələsinin öhdəsindən uğurla gələ bilər. Bir dənə mən burada bir mesaj gördüm, onu fasiləyə qoyaq. Aha, dəyərli müəllimlərimiz, keçirik burada, baxın birinci əsas fundamenti, bunu qoyduq. Fundamentimiz nədən ibarət oldu? Müsahibə mərhələsində bizə şagirdlərlə bağlı istənilən sualı versələr, işin mərkəzinə, prosesin mərkəzinə şagird yönümlülüyü qoyuruq. Bu birinci məsələ, bu önəmli məsələ. İkinci məsələ nədir? Valideynlərlə bağlı verilən suallarda işin önəmi, yəni məsələnin kökünə əməkdaşlığı qoyuruq və israrlı oluruq. Keçən indi burada sizlər üçün müəyyən suallar hazırlamışam və dünən qaldığımız yerdən davam eləmək istəyirəm. Dünən canlı yayınımızı izləyən müəllimlər orada müəyyən sualların izahını verdim, müəyyən suallar ətrafında sizlərlə danışdıq və orada qiymətləndirmə hissəsində qaldıq. Bilirsiniz ki, müsahibə mərhələsinin qiymətləndirmə çərçivəsində belə bir kriteriya var ki, təhsil alanların qiymətləndirilməsi. Yəni müsahibəyə gedən hər bir müəllimə qiymətləndirmə ilə bağlı suallar ünvanlayacaqlar. Müəllimlər, əgər mümkündürsə canlını bəyənəyin ki, digər müəllimlərin də qarşısına çıxsın, yəni daha çox müəllim bizim canlı yayınımızdan faydalansın. Aha, qiymətləndirmə ilə bağlı biz nəyi bilməliyik? Ümumiyyətlə bilirik ki, qiymətləndirmənin 4 istiqaməti var. Bunlardan da biri məktəb daxili qiymətləndirmədir. Deməli, birinci vurğuluq qiymətləndirmənin 4 istiqaməti var. Bunlardan da biri məktəb daxili qiymətləndirmədir. Və biz bilirik ki, dəyərli müəllimlər, məktəb daxili qiymətləndirmənin də 3 növü var. İndi zəhmət olmasa qeyd eləyəyin həmin o məktəb daxili qiymətləndirmənin 3 növü hansılar idi? Şərh bölməsində fikirlərinizi yazın ki, qarşılıqlı müzakirə ilə dərsimiz keçsin ki, daha maraqlı olsun, sizlər də öyrənəsiniz. Yazın zəhmət olmasa, deməli, məktəb daxili qiymətləndirmənin 3 növü vardır. Hansılardır dəyərli müəllimlərimiz? Aha, qeyd edirsiniz, diaqnostik qiymətləndirmədir, formativ qiymətləndirmədir, summativ qiymətləndirmədir. İndi mən sizə hər bir qiymətləndirmə növünün əlamətlərini deyəcəm. Və sizlər də qeyd edəcəksiniz ki, mənim əlamətlərini saydığım qiymətləndirmənin hansı növünə aiddir? Bir daha deyirəm, çalışarım ki, fəal olaraq ki, dərsimiz daha çox maraqlı keçsin, sizlər də öyrənəsiniz. Müəllimlər, biz hansı qiymətləndirmə növündə şagirdin ilkin biliklərini yoxlayırıq? Hansı qiymətləndirmə növüdür ki, biz bu qiymətləndirməni aparmaqdan məqsədimiz şagirdin ilkin səviyyəsini ortaya çıxartmaqdır. Buyurun fikirlərinizi yazın zəhmət olmasa. Əla dəyərli müəllimlərimiz. Bəli, bu qiymətləndirmə növü diaqnostik qiymətləndirmə növüdür. Diaqnostik qiymətləndirmə ümumiyyətlə nədir? Gözəl, möhtəşəmsiniz hər biriniz. Ümumiyyətlə, baxın, əvvəlcə giriş hissəni öyrənəyin. Yəni, bizə qiymətləndirmə ilə bağlı sual verəndə cümləni belə başlayırıq. Qiymətləndirmənin 4 istiqaməti var. Bunlardan biri də məktəb daxili qiymətləndirmədir. Məktəb daxili qiymətləndirmənin də 3 növü var. Diaqnostik qiymətləndirmə, formativ qiymətləndirmə və summativ qiymətləndirmə. Cümləni bu cür başlayırsınız qiymətləndirmə ilə bağlı verilən suallarda. Deməli, qeyd elədik ki, diaqnostik qiymətləndirmənin əsas aparılmasında məqsəd şagirdin ilkin səviyyəsini müəyyən eləməkdir. Bunu vurğuladıq. Yəni, biz bildik ki, biz ona görə diaqnostik qiymətləndirmə aparırıq ki, şagirdin ilkin səviyyəsini müəyyən edək. Yaxşı, biz ilkin səviyyəni müəyyən elədik. Nə qazandıq axı? Yəni, bunun fonunda, bununla paralel biz nəyisə əldə elədikmi? Bəli. Biz ona görə diaqnostik qiymətləndirmə aparırıq ki, dəyərli müəllimlər,
diaqnostik qiymətləndirmənin fonunda, sonunda biz özümüz üçün strategiya müəyyən edək. Məsələn, Vüsalə müəllimə girib 3-cü sinifə və burada bir diaqnostik qiymətləndirmə aparır. Diaqnostik qiymətləndirmənin belə deyək, apardıqdan sonra Vüsalə müəllimə qərara gəlir ki, mən bu sinifdə bu cür dərs keçsəm və yaxud bu sinifdə Əli adında şagirdlə bu cür bir dərs mühiti qursam, daha uğurlu ola bilər. Baxın, burada müəllimlərimiz də qeyd ediblər ki, dərsin uğurlu qurulması üçün və ümumiyyətlə tədris prosesinin uğurlu qurulması üçün diaqnostik qiymətləndirmənin aparılması olduqca vacibdir. Bir də dəyərli müəllimlər, bəli, dərsimiz qayd olunur və kanalda paylaşılacaq. Dərsdən sonra hər kəs baxa bilər, dəyərli müəllimlər. Deməli, diaqnostik qiymətləndirmə ilə bağlı sizə nə sual verdilər? Cümləni başlayırsınız giriş hissə ilə və çalışın ki, qiymətləndirmə ilə bağlı verilən suallarda geniş cavablar ünvanlayasınız. Məsələn, diaqnostik qiymətləndirmə ilkin səviyyəni müəyyən edir. Belə qısa cavablar, lakonik cavablar verməyin. Qoyun bildiyiniz nüanslarda komissiya üzvləri özləri sizləri dayandırsınlar ki, ay müəllimə, bəsdir, kifayət edirik. Yəni, belə deyək də, bunu sizə desinlər, sonra dayanın. Qısa lakonik cavablardan çəkinin. Çünki nə qədər dolğun cavab versəniz, nə qədər ətraflı informasiya versəniz, bu sizin xeyrinizədir. Davam edirik. Və yaxşı, gəlin görək diaqnostik qiymətləndirmə. Bəli, baxın, burada Şamilə müəllimə gözəl bir rəy yazıb. Geniş danışmaq lazımdır, təfsilatı danışmaq lazımdır ki, orada həm bizim ünsiyyət amilimiz nəzərə alınacaq. Bir ümumiyyətlə məsələni sizlərlə paylaşmaq istəyirəm, dəyərli müəllimlərimiz. İnsan bildiyi məlumatlara danışanda daha yaxşı danışır, daha səlis danışır. Məsələn, biri var ki, mən durum öz ixtisasıma aid olmayan informasiya haqqında danışım, bu cür axıcı danışa bilməyəcəm. Amma bildiyim informasiyanı sizi ilə bölüşəndə burada axıcılıq önəmlidir. Çünki bilirəm, informasiya var və sizi ilə bölüşürəm. Ona görə çalışın ki, hansı sualı ki sizə verdilər, həmin sualı ki bilirsiniz, o istiqamətdə ətraflı danışın. Valla bu çox önəmli, çox vacib bir nüansdır. Deməli, qeyd elədik ki, diaqnostik qiymətləndirmə ilkin səviyyəni ortaya çıxardır, müəllim bunun fonunda strategiya müəyyən eləyir. Bəs daha sonra nə baş verir, dəyərli müəllimlər? Burada önəmlidir ki, diaqnostik qiymətləndirməni biz nə zaman aparırıq? Tədris ilinin əvvəlində. Baxın, ümumiyyətlə, diaqnostik bərabərdir zaman etibarı ilə əvvəl. Tədris ilinin əvvəlində, yarım ilin əvvəlində, sinifə yeni şagird gələndə, bölmənin əvvəlində biz sinifimizdə diaqnostik qiymətləndirmə apara bilərik. Ehtiyac yoxdur. Əsas bax bu nüansları öyrənin. İndi o beynəlxalq qiymətləndirmədir, milli qiymətləndirmədir. Bunlar haqqında mən sizə məlumat verəcəm, dəyərli müəllimlər. Bəli, sinifdən sinifə keçən zaman, yəni bu da yenə tədris ilinin əvvəli gedir. Yəni, bax, bu zaman biz diaqnostik qiymətləndirmə aparırıq. Diaqnostik qiymətləndirmə, dəyərli müəllimlər, ad olaraq jurnalda yazılır. Məsələn, biz ayın 15-i məktəbə gedəndə, daha doğrusu 16-sı, orada yazırıq, diaqnostik qiymətləndirmə. Amma nəticələri jurnalda qeyd olunmur. Şagird portfolyosunda və müəllimin qeyd dəftərində diaqnostik qiymətləndirmənin nəticələri qeyd olunur. Bu birinci məsələ. Necə apara bilərik, dəyərli müəllimlər? Bunu müşahidə ilə apara bilərik, müsahibə ilə apara bilərik, sorğu ilə apara bilərik. Həmin şagirdin fən müəllimləri ilə, məsələn 5-ci sinif müəllimidir, o əvvəlki sinifin müəllimi ilə əməkdaşlıq edərək həmin şagirdlər haqqında diferensial, daha doğrusu belə deyək də, yanaşmadan əlavə həmin o fən müəllimi ilə bir əməkdaşlıq edir və öyrənir ki, bu sinifdə dərs deyən şagirdlər necədirlər, onların öyrənmə formaları necədir, onların belə deyək, bilik səviyyəsi necədir. Yəni, biz bunu həmin fən müəllimi ilə əməkdaşlıq eləyərək öyrənə bilərik. Bəzən şərhlərdə oxuyuram, yəni izahat zamanı fikrim yayınmış, gərək üzrə hesab eləyəsiniz. Bu birinci məsələ, dəyərli müəllimlərimiz. Daha sonra keçirik formativ qiymətləndirməyə. Müəllimlər, ümumiyyətlə, formativ qiymətləndirmədə açar məqam nədir sizcə? Yəni, bax, formativ qiymətləndirməni deyəndə ağlımıza gələn ilk şey nə olur? Yazın rəy bölməsində zəhmət olmasa. Gözəl, dəyərli müəllimlərimiz, gündəlik qiymətləndirmədir, fəaliyyəti izləyir. Başqa nə deyə bilərsiniz? Olduğu yerdən olmaq istədiyi yerə aparır, doğrudur.
fəaliyyəti izləyir. Daha sonra nə deyə bilərik? Sizcə formativ qiymətləndirmə şagirdi hansı qiymətləndirməyə hazırlayır müəllimlər? Geriyə dönüşü olan qiymətləndirmədir. Təlimin gündəlik izlənilməsidir. Baxın yazırsınız, çox gözəl. Ümumiyyətlə sizcə formativ qiymətləndirmədə doğru yazdınız. Formativ qiymətləndirmə şagirdi summativ qiymətləndirməyə hazırlayır. Çox doğru vurğuladınız. Bəli müəllimlər, burada da formativ qiymətləndirmənin aparılması zamanı əsas nüanslardan biri budur ki, şagirdin fəaliyyətini izləyir, tədris prosesini müşahidə edən bir qiymətləndirmədir, gələcəyə aparır, stimullaşdırır və burada biz formativ qiymətləndirmə aparan zaman şagirdlərə formativ qeyd yazırıq. Meyarlar üzrə də burada önəmli amil budur. Və biz burada, yəni şagirdin gündəliyinə qeyd yazan zaman, formativ qeyd yazan zaman çalışmalıyıq ki, oxumur, dərsə hazır deyil, öyrənmir. Yəni bu feillərdən istifadə eləməyək, simvollardan istifadə eləməyək. Bəzən biz müşahidə edirik ki, müəllim yazır 1-ci səviyyə, 2-ci səviyyə, 3-cü səviyyə, 4-cü səviyyə. Bu cürdə yazmaq olmaz. Bunları da orada vurğulamağınız vacibdir. Formativ qiymətləndirmə ilə bağlı rəy anlayışı formalaşır. İndi mən sizə sual ünvanlayıram, dəyərli müəllimlərimiz. Rəyi effektiv edən amillər hansılar idi? Bax, biz hardan bilə bilərik ki, verdiyimiz rəy effektivdir. Buyurun, fikirlərinizi yazın zəhmət olmasa. Yəni, bizim yazdığımız rəyin effektiv olduğunu hansı meyarlara görə müəyyən edirik ki, həm bizim bu verdiyimiz rəy effektivdir. Buyurun, zəhmət olmasa fikirlərinizi yazın. Anında verilməlidir, yəni vaxtında verilməlidir rəy. Çox doğru qeyd edirsiniz. Gələcəyə yönəlik olmalıdır. Daha sonra konstruktiv olmalıdır yazırsınız. Müsbət başlanğıclı olmalıdır. Həssaslıqla çatdırılmalıdır. Doğru qeyd edirsiniz. Bir də müəllimlər, xeyr, destruktiv olmaz. Baxın, rəy destruktiv olmaz. İndi izah eləyəcəm. Destruktiv rəy nədir, konstruktiv rəy nədir? Çünki müsahibə mərhələsində birdən sizə sual verirlər ki, ay müəllim, destruktiv rəylə konstruktiv rəyin fərqi nədir? Bu zaman mən sizə deyəcəm ki, bunları ayırt eləmək üçün açar məqam nədir? İstiqamət verici rəydir. Doğru qeyd edirsiniz müəllimlər. Baxın, burada belə bir cümlə qeyd elədim ki, rəy vermədə təlim məqsədləri baxımından olması olduqca vacibdir. Gəlin bu cümləni biraz açarım. Yəni, şagirdə rəy verən zaman bəzən müəllim neyinir? Deyir, sənin ağıllısı yoxdur, sən bu sinifin bir nömrəsisən, sənin baban da riyaziyyatçı olub və yaxud anan da riyaziyyatçı olub. Bu cür şagirdlərə rəy vermək olmaz. Şagirdə verilən rəylər, dəyərli müəllimlərimiz, onun fəaliyyətinə yönəlməlidir. Yəni, təlim məqsədləri baxımından ona rəy verməliyik. Bayaq biz burada konstruktiv rəylə destruktiv rəy anlayışını müəllimlərdən qeyd edənlər oldu. Hətta bir müəllimimiz qeyd elədi ki, rəyi effektiv edən amillərdən biri, bəli, fəxri müəllim, tərifləmək olmaz. Emosiyalara yönəlik rəy olmaz. Keçmişə yönəlik rəy olmaz. Bunlar vacib komponentlərdir. İndi gəlin görəyim, destruktiv rəylə konstruktiv rəyin fərqi nədir müəllimlər? Çünki sizə sual verə bilərlər ki, destruktiv rəy nədir, konstruktiv rəy nədir? Baxın, əvvəlcə burada biz bilməliyik ki, konstruktiv rəy nədir? Müəllimlər, konstruktiv rəy, səsim sizə aydın gəlir, bir dənə bildirərdir zəhmət olmasa. Yəni, qırılma və yaxud, yəni normal mənə eşidə bilirsiniz. Bir dənə şərh bölməsində yazın zəhmət olmasa. Aha, çox gözəl, davam eləyən onda müəllimlər. Deməli, destruktiv rəylə, gəlin görək, konstruktiv rəyin fərqi nədir? Baxın, dəyərli müəllimlərimiz, çox gözəl, səsim aydın eşidilirsə, əla. Bir də zəhmət olmasa, canlı yayınımızda 195 müəllim var. Yəni, hər kəs canlını bəyənsin ki, yaxşı olsun. Çünki cəmi 82 nəfər müəllim canlını bəyənir, qalan 100-ə yaxın müəllim isə canlımızı bəyənmir. Yəni, əgər canlıdan faydalanırsa, zəhmət olmasa, canlını bəyənəyin ki, daha çox müəllimin qarşısına çıxsın. Davam eləyək müəllimlər. Deməli, var destruktiv rəy, var konstruktiv rəy. Çox sağ olun müəllimə. Müəllimlər, əvvəlcə biz bilməliyik ki, konstruktiv rəy nədir? Konstruktiv rəy müsbət başlanğıclı, istiqamət verici bir rəydir. Baxın, bir daha deyirəm, konstruktiv rəy müsbət rəydir. Yəni, burada müəllim şagirdin hər hansı bir müsbət tərəfini götürür və ona uyğun bir rəy verir. Yaxşı mı? İstiqamət verir. Bu konstruktiv rəyin, belə deyək də,
qəlbidir. Bu konstruktiv rəyin xüsusiyyətidir. Deməli, burada bunun əksi olacaq nə? Destruktiv rəy. Destruktiv rəy mənfi rəydir, keçmişə yönəlik rəydir, şagirdi belə deyək də qabağa aparmır, şagirdin fəaliyyətini çərçivələndirir. Buna biz deyirik destruktiv rəy. Yəni, destruktiv rəylə konstruktiv rəy bir-birinə antonimdir. Konstruktiv rəy müsbət rəydir, destruktiv rəy mənfi rəydir. Ümid edirəm ki, dəyərli müəllimlərimiz, biz konstruktivlə, destruktiv rəyin də fərqini anlamış olduq. İndi sizə belə bir sual ünvanlayacağam. Bəli, Hüseyin müəllim doğru vurğulayır. Baxın, çox gözəl belə bir amili qeyd eləmək istəyirəm. Dəyərli müəllimlər, canlını bəyənmək üçün, baxın, olduğunuz yerdə aşağıda 3 nöqtə var. Baxın, bu hissədə 3 nöqtə var. Onun üzərinə vurduqdan sonra canlını bəyənmə işarəsi gəlir. Yəni, o cür siz canlını bəyənə bilərsiniz. Bir də müəllimlər, bu qiymətləndirmə ilə bağlı summativ qiymətləndirməni də sizə izah edeyim. Ondan sonra bir məsələ var ki, onu sizə çatdıracağam. Yəni, suallarla bağlı vacib bir məqam var ki, onu sizə çatdıracağam. Daha sonra bir çox sualları da sizin üçün izah eləməyə çalışacağam. Baxın, müəllimlər, bir daha deyirəm. İnanınız ki, sırf mənim kanalımda olan videoları izləyib, gedib müsahibədən uğurlu nəticə əldə eləmək olar. Baxın, yəni narahat olmayın ki, ay məni kəsərlər. Çünki, bax, keçən il mən sizə statistikanı deyirəm ki, 100% nəticədən cəmi 0,5% müəllim müsahibədən kəsilir. Bu böyük bir stimul olmalıdır sizin üçün ki, yəni ətrafda gələn o boş insanların, nə bilimi, lazım olmayan informasiyanı kənara qoyun. Yəni, bilin ki, orada oturan müsahibə komissiyasının üzvlərini sizi kəsmək kimi bir planı yoxdur. Əksinə, onların məqsədi budur ki, biz bu müəllimi müsahibədən keçirmək üçün ona hansı istiqaməti verək, hansı formada, belə deyək də, müəllimə yardımcı olaq ki, müəllim müsahibəni keçsin. Pozitiv ruhda olun, geyim formasına xüsusilə fikir verin. Aksesuar seçimində dəyərli müəllimlər, o qabarıq aksesuarlardan istifadə eləməyin. Dünən mən sırf bu məsələ ilə bağlı dəyərli müəllimlər, Elm və Təhsil Nazirliyinə sorğu göndərdim ki, müsahibədən kəsilən müəllimə ikinci şans verəcəklər. Orada, yəni Nazirlik əməkdaşları, qaynar xəttə oturan, belə deyək də, əməkdaşlardan biri vurğuladı ki, bəli, müsahibədən kəsilən müəllimlərə ikinci şans veriləcək. Yəni, müsahibədən kəsilsəniz ikinci şans olacaq. Amma bir ilinizi də yenə stresin içərisində keçirtməyin. Yəni, özünüzü, belə deyək, tarazlayın, özünüzü pozitiv bir ruhla müsahibəyə gedin, öyrəndiklərinizi ortaya qoyun, belə deyək də, müsahibəni uğurlu verəcəksiniz. Yəni, qəti surətdə fikirləşməyin ki, bunlar məni kəsərlər, hansı halda kəsəcəklər, ünsiyyət amili yerində olmayarsa. Yəni, müəllimə ardıcıl təsəvvür edin, 5 dənə, 6 dənə sual verirlər, müəllim kameradan qabağında donub qalıb. Əlbəttə, bu müəllimi kəsəcəklər. Yəni, bu müəllimin, axı, bu insanlar səsini eşitmədilər. Bu birinci nüans, dəyərli müəllimlər. Əsəbi yerində olmayanlar, yəni psixoloji cəhətdən sabitlik nümayiş elətdirməyən müəllimlər, emosional sabitlik nümayiş elətdirməyən müəllimləri kəsəcəklər. Amma qalan müəllimlərin, əmin olun ki, baxın, burada müəllimlərdən biri keçən il kəsilib, yəni bilmirəm o müəllimdə problem nədir. Həmin o müəllimə şəxsidə mənə yazar zəhmət olmasa, çünki maraqlıdır mənə ki, o müəllimi belə deyək də, niyə görə keçən il müsahibədən kəsiblər. Burada yazmayın, zəhmət olmasa şəxsidə mənə yazarsınız. Yəni, əlaqə nömrəsi var, orada mənə yazarsınız ki, görək bu müəllimin kəsilməsində səbəb nə olub. Amma əmin olun ki, dəyərli müəllimə, bir daha deyirəm, bu statistikadır. Yəni, müəllimə test mərhələsindən kəsilib ola bilər ki, yəni sırf sertifikasiyadan kəsilən müəllim, belə deyək də, ikinci şans verilir. Bəli. Davam edəyək müəllimlər. Baxın, gözəl dəyərli müəllimlərimiz, bir məsələni qeyd eləmək istəyirəm. Ümumiyyətlə, burada kosmetika ilə bağlı belə bir məsələni xatırlatmaq istəyirəm. Ümumiyyətlə, biz nəyə görə kosmetikadan istifadə edirik? Kosmetikadan o zaman istifadə edirik, getdiyimiz ortama dəyər veririk. Yəni, biz getdiyimiz ortama dəyər veririksə, ən azından ora üçün müəyyən bir hazırlıq keçməliyik. Yəni, demirəm, qabarıq şəkildə belə deyək də, makiyajdan istifadə edəsiniz, amma
ən azından yüngül formada bir makyaj üslubundan istifadə edərək prosesdə iştirak edə bilərsiniz. İzmallarla bağlı dəyərli müəllimlər, izmallarda nəyə fikir verirsiniz? İzmallarda xüsusilə məqsəd hissəsini öyrənirsiniz, motivasiya hissəsini öyrənirsiniz, bir də qiymətləndirmə meyarını əzbərləyirsiniz. Bax, bu üç əsas yeri öyrənirsiniz. Qalan yerləri də öz sözlərinizlə ifadə eləməyə çalışırsınız. Bir daha deyirəm, məqsədi öyrənirsiniz, motivasiyanı öyrənirsiniz, bir də qiymətləndirmə meyarını. Burada bir əsas məsələ var ki, onu sizlərlə paylaşmaq istəyirəm. Baxın, burada önəmli olan amil nədir? Sizə sual versələr ki, ay müəllim, mövzunun məqsədini hardan çıxartmısınız? Nə deyəcəksiniz? Şərh bölməsində yazılır zəhmət olmasa. Baxın, Gülcahan müəllimə sual verirlər ki, Gülcahan müəllimə, mövzunuzun məqsədini hardan çıxartmısınız? Və yaxud Gülnar müəllimə, Adil müəllim, mövzunuzun məqsədini hardan çıxartmısınız? Nə cavab verirsiniz dəyərli müəllimlər? Şərh bölməsində yazar. Bəli. Doğru qeyd elədiniz, standartdan çıxardırıq. Alt standartdan mövzumuzun məqsədini çıxardırıq. Və yaxşı, deyin görək, biz qiymətləndirmə meyarını hardan çıxardırıq dəyərli müəllimlər? Biz qiymətləndirmə meyarını hardan çıxardırıq? Bu suala cavab yazaq zəhmət olmasa, mövzumuzun qiymətləndirmə meyarını hardan çıxardırıq? Mövzunun qiymətləndirmə meyarını hardan çıxardırıq? Doğru qeyd elədiniz, məqsəddən. Deməli, burada ardıcıllıq necə oldu? Standartdan məqsəd, məqsəddən qiymətləndirmə meyarını çıxardırıq. Burada indi bir məsələni sizlərlə paylaşacağım. Yəni, bu hissəni, belə deyək də, mən özümdən demirəm, yəni istinad elədiyim bir mənbə var. Fikir verirsinizsə, son zaman, yəni son nəşr, ibtidai sinifi metodiki vəsaitlərində səviyyələr üzrə qiymətləndirmə yoxdur. Yəni, əvvəl məsələn, birinci səviyyə, ikinci səviyyə, üçüncü səviyyə bunlar var idi. Amma son nəşrlərdə dəyərli müəllimlər, səviyyələr üzrə qiymətləndirmə meyarları yoxdur. Sadəcə yazılıb formativ qiymətləndirmə, orada da meyarlar yazılıb. Doğrudurmu? Doğrudur. Və son iştirak elədiyimiz təlimdə orada vurğuladılar ki, artıq səviyyələr üzrə qiymətləndirmə meyarı ləğv olunub. Amma biz müsahibə mərhələsinə gedən zaman qiymətləndirmə meyarını əzbərləyirik. Bilirsiniz ki, qiymətləndirmə meyarı məqsəddən çıxarılır və məsələn, burada bir nümunəni sizə təqdim eləmək istəyirəm, dəyərli müəllimlər. Baxın, bir dəqiqə, mən istəyirəm bir nümunə üzərindən sizə izah edeyim. Məsələn, həcm mövzusu ilə bağlı burada bizim standartlarımız var. 2, 3, 4, yəni 2.3.4. Kəmiyyətlər arasındakı asılılıqları hərflərin köməyi ilə düstur şəklində ifadə edir. Bu bizim nəyimizdir? Bu bizim standartımızdır. Baxın, diqqətli olun, zəhmət olmasa. Bir dənə nümunə üzərindən sizə bunu izah edəcəm. 2.3.4 standartımızdır. Standartımızda yazılıb. Kəmiyyətlər arasındakı asılılıqları hərflərin köməyi ilə düstur şəklində ifadə edir. Bu bizim birinci standartımızdır. İkinci standartımız belədir. Kütlənin uzunluğun, tutumun, vaxtın, perimetrin, sahənin, müqayisəsinin nəticəsini şərh edir. Baxın, dəyərli müəllimlər, bu bizim standartlarımızdır. Standartımızın və məqsədimizin feilləri eyni olmalıdır. Baxın, bax, bu hissə çox diqqətli olun, çox vacib bir hissədir. Standartımızın və məqsədlərimizin fəaliyyət hissələri eyni olmalıdır. İndi baxın, dəyərli müəllimlər, mən bu standartlardan iki məqsəd çıxartmışam. Düzbucaqlı paralelepipedin həcmini onun tillərinin uzunluqlarından asılı olaraq ifadə edir. Fikir verdinizsə 2, 3, 4 standartının da fəaliyyət hissəsi ifadə edir oldu, məqsəd hissəsi də ifadə edir oldu. İkinci məqsədimiz nə idi? Müxtəlif düzbucaqlı paralelepipedlərin həcmini şərh edir. Baxın, standartımızın da fəaliyyət hissəsi şərh edildi, məqsədimizin də fəaliyyət hissəsi şərh edildi. Standartın özünü məqsəd kimi yazmırıq. Bu olmaz. Yəni, standartın özünü götürüb olduğu kimi yazmaq olmaz. Standartdan məqsəd çıxartdıq. İndi gedəyim biz, dəyərli müəllimlərimiz, formativ qiymətləndirmə hissəsinə. Sizə deyəcəklər ki, həcm mövzusunun, dəyərli müəllimlərimiz, həcm mövzusunun qiymətləndirmə meyarı nədir? Deyəcəksiniz ki, uzunluqlardan asılı olaraq ifadə etmə, həcmi şərh etmə. Vəssalam. Bax, bunları deyəndən sonra sizin üçün artıq uğurlu bir icmal təqdim etməsi olub. Baxın, yenə deyirəm, birinci qeyd edirik standartımızı. Bu standartdan bu məqsədi çıxartmışam. Bu məqsəddən mənim qiymətləndirmə meyarım budur.
Arbitə davam edir. Mənim üçün məsələn belə deyək də, inteqrasiyam budur, iş üsulum budur, iş formam budur. Mən bu mövzunun motivasiyasını bu cür qoymuşam və başlayırsınız fəaliyyətin qısa təsviri haqqında komissiya üzvlərinə qısaca məlumat verməyə. Belə deyək də, fəaliyyətin qısa təsvirini komissiya üzvlərinə çatdırdıqdan sonra sizə sual verə bilərlər ki, ay müəllim, diferensiallaşmanı təmin eləmək üçün bu dərsdə nə edirsiniz? Baxın, vacib bir yerdir. Kimlər ki, bu istiqamətdə problem varsa, bunu qeyd eləsinlər. Məsələn, sizə sual verərlər ki, bu dərs zamanı diferensiallaşmanı necə təmin edirsiniz? Bu hissəni yazın, dəyərli müəllimlər. Yazırsınız ki, diferensiallaşmanı təmin eləmək üçün, baxın, bir daha deyirəm, diferensiallaşmanı təmin eləmək üçün eyni tapşırığı Bloom taksonomiyasının müxtəlif səviyyələrində hazırlayaram, təqdim edərəm şagirdlərə. Yaxşımı? Baxın, bir daha deyirəm, eyni tapşırığı Bloom taksonomiyasının mərhələlərinə uyğun müxtəlif formada hazırlayıb şagirdlərə təqdim edərəm. Baxın, burada çox çətin bir şey yoxdur. Daha sonra, bəli, bax, burada Mələk müəllimə çox doğru vurğulayır, hər şagirdin potensialına uyğun. Buna biz deyirik nə? Diferensiallaşma. Diferensial təlim. Diferensial təlim nə idi? Şagird müxtəlifliyi fonunda onlara fərdi yanaşmanın irəli sürülməsidir. Müəllimlər, belə bir sual ünvanlayayım sizə. Yəqin ki, bu icmalın təqdim etməsi ilə bağlı problemimiz qalmadı. Bəli, çox doğru vurğuluyursunuz. Əla. Ümumiyyətlə, belə deyək ki, öz üzərində çalışan, öz üzərində müəyyən işlər görən bir müəllimin gedib müsahibədən kəsilməsi mümkün deyil. Mümkünsüzdür, yəni ki, bir müəllim geçsin, müsahibəyə hazırlaşsın, belə deyək ki, öz üzərində çalışsın, amma müsahibədən kəsilsin. Elvin müəllim, nə edeyim? Bir dənə deyərdi, zəhmət olmasa. Baxın, bir daha deyirəm, sizə sual verə bilərlər ki, bu mövzu ilə bağlı diferensiallaşmanı necə təmin eləmişsiniz? Bəli, canlı dərs. Baxın, yenə bir dənə mən bunu səssizə atım. Bir dəqiqə müəllimlər. Davam eləyən dəyərli müəllimlərimiz. Həyəcan amilini çalışın ki, minimala indirəsiniz. Həyəcan, belə deyək də, insanın potensialını kölgədə qoyan ən böyük düşməndir, dəyərli müəllimlər. Baxın, bir daha deyirəm, həyəcan insanın potensialını, bildiklərini kölgədə qoyan ən böyük düşməndir. Çalışın ki, bunu belə deyək də, oldu Fərid Mansurov, indi izah edəcəm bu istiqamətdə də. Çalışın ki, əgər canlının daha uzun çəkməyini istəyirsinizsə, canlı yayımı bəyənərsiniz ki, mən də stimullanım, daha çox informasiya sizlərə verim. Səviyyələri deməyə ehtiyac yoxdur. Öyrənin hər ehtimala, amma dəyərli müəllimlər, formativ meyarı deyəndən sonra qiymətləndirmə meyarını. Ondan sonra deyirsiniz ki, bu meyarlara uyğun hər bir şagirdə konstruktiv rəy verərəm. Baxın, bir daha deyirəm, mən bir burada sizlərə qeyd elədim. Deyirsiniz ki, həcm mövzusu ilə bağlı qiymətləndirmə meyarım budur. Uzunluqlardan asılı olaraq ifadə etmə, həcmi şərh etmə. Bunu deyirsiniz və ardıca, belə deyək də, vurğuluyursunuz ki, bu meyarlara uyğun hər bir şagirdə konstruktiv rəy verərəm. Birdən sizə sual versələr ki, konstruktiv rəy nədir? Konstruktiv rəy müsbət başlanğıclı və istiqamət verici rəydir. Çalışın ki, o həyəcan amilini özünüzdən uzaqlaşdırasınız. Belə bir sual ünvanlayayım, müəllimlər. İcmalla bağlı kimdə problem olsa, canlı yayımdan sonra şəxsidə mənə yazsın. Yəni, icmalları bizdən hazır şəkildə əldə edə bilər, problem deyil. Davam eləyəyim müəllimlər. Belə bir sual ünvanlayayım sizə. Belə bir sual ünvanlamaq istəyirəm ki, tutaqın ki, şagird sizə sual ünvanlayır. Burada iki hal, belə deyək də, formalaşa bilər. Bir daha sualı səsləndirmək istəyirəm. Şagird bizə sual ünvanlayır. Burada iki hal mövcud ola bilər. Biri, biz sualı bilirik. Biri də var, biz sualı bilmirik.
Hər iki situasiya qarşısında biz müəllim olaraq nə etməliyik sizcə? Fikirlərinizi yazın zəhmət olmasa. Bir daha sualı vermək istəyirəm. Şagirdlərdən biri bizə sual ünvanlayır. Burada iki vəziyyət ola bilər. Biz sualı biləndə nə etməliyik? Biz sualı bilməyəndə nə etməliyik? Buyurun, xahiş edirəm, fikirlərinizi şərh bölməsində yazın. Birinci belə eləyək. Biz əgər şagirdin bizə verdiyi sualı bilmiriksə nə etməliyik? Yazın zəhmət olmasa. Yəni mən, məsələn, Qədir müəllim dərsdəyəm. Şagirdlərdən biri mənə sual ünvanlayıb və mən həmin sualı bilmirəm. Çox sağ olun müəllimə. Burada Çinkin adı ilə girən bir müəllimimiz var. Yəni təşəkkür edirəm dəyərli fikirlərinizə görə. Baxın dəyərli müəllimlər, bir daha sualı səsləndirirəm sizlər üçün vacib bir yerdir. Yəni bu istiqamətdə sizə sual verə bilərlər. Şagirdlərdən biri sizə sual verir. Burada iki vəziyyət ola bilər də. Ya mən sualı müəllim olaraq bilirəm, ya da ki bilmirəm. İndi bilirəmsə nə etməliyəm, bilmirəmsə nə etməliyəm. Əgər müəllimlər biz sualı bilmiriksə, baxın diqqətli olun bu hissədə, bunu şagirdə bildirməliyik. Yəni əvvəlki yanaşmada belə idi ki, müəllim sualı bilmirdisə, bunu müxtəlif variantda belə deyək ki, şagirdə biruzə verməli deyildi. Amma müasir təlim deyir ki, müəllim də sualı bilməyə bilər, bu problem deyil. Amma bunu şagirdə bildirməlidir ki, mən bu sualın cavabını bilmirəm, amma növbəti dərs üçün həm siz, həm də mən araşdırma aparaq və növbəti dərsdə bu sualı birlikdə cavablandıraq. Bunu ümumiyyətlə biz şagirdə niyə çatdırırıq, dəyərli müəllimlər? Baxın, burada məqsəd var. Yəni, şagird başa düşür ki, mənim müəllimim də səhv eləyir. Yəni, mənim müəllimin də bilmədiyi şeylər var. Və bu problem deyil də. Yəni, amma ənənəvi yanaşmada necə idi? Biz sanki fikirləşirdik ki, müəllim hər şeyi bilir, müəllimin bilmədiyi bir şey yoxdur. Yəni, bizim üçün artıq müəllim sinifdə böyük bir figura çevrilmişdir. Amma müasir təlim deyir ki, əgər sən müəllim olaraq sualın cavabını bilmirsənsə, bunu şagirdlərə denə və şagirdlərlə növbəti dərsdə bunu hazırla, öyrən. Bu birinci məsələmizin cavabını. İndi keçək sualın ikinci hissəsinə. Biz əgər sualın cavabını biliriksə nə etməliyik? Çünki əgər sualın cavabını bilib, hazır şəkildə şagirdə bilgi ötürsək, bu doğru olmaz. Çünki kurikulum deyir ki, şagirdə bilgi hazır vermə. Çünki hazır şəkildə şagirdə bilgi verdikdə, onun belə deyək də, necə deyərlər, onun düşünməsinin, onun təfəkkürünün, onun araşdırma qabiliyyətinin qabağına sədd qoymuş olacaqsan. Bəs bu zaman nə edirik? Dəyərli müəllimlər, ona cavab verin zəhmət olmasa. Əgər müəllim olaraq biz birincini cavablandırdıq ki, əgər sualı bilmiriksə, bunu şagirdə bildirməliyik. Bilmiriksə, bəli. Sualı biliriksə nə etməliyik, dəyərli müəllimlər? 3 əsas burada məsələ var. Doğru qeyd edirsiniz, istiqamət verməliyik. Yəni, şagirdə istiqamət veririk ki, qoyun cavabı özü tapsın. Bu birinci yol. İkinci yol, dəyərli müəllimlər, sualı müzakirəyə çıxarırıq. Yəni, sinifə yönləndiririk. İkinci yol. Üçüncü yol isə, dəyərli müəllimlər, şagirdi resursa yönəldirik. Məsələn, uşaq bizə sual verir ki, müəllim, mən bu sözün izahını başa düşmədim. Biz də deyirik ki, məsələn, dərsdən sonra kitabxanaya gedərsən, izahlı lüğəti alarsan və bunu oradan araşdırarsan. Ümid edirəm ki, bu istiqamətdə bizim problemimiz qalmadı. Ümumiyyətlə, dəyərli müəllimlər, bir məsələni də qeyd eləmək istəyirəm. Sinif mühitində şagirdlərin etdikləri səhvlərə düzgün münasibət bəsləməliyik. Bu çox vacib bir amildir. Ola bilər ki, bu istiqamətdə sizə müsahibədə sual versələr, çaşmağa ehtiyac yoxdur. Yəni, əgər şagirdimiz səhv edibsə, bu böyük bir qlobal proses deyil, problem deyil daha doğrusu. Biz şagirdə bu mədəniyyəti aşılamalıyıq ki, yəni sənin səhv eləməyin, sənin belə deyək, nəyisə bilməməyin, öyrənmək üçün atdığın ən gözəl addımdır. Yəni, bir şagird əgər, belə deyək, səhv edirsə, bu onun üçün qəbahət deyil. Əslində, şagirdə bu fikir formalaşmalıdır ki, bəli, mənim müəllimim bunu bu cür qəbul edir ki, mən bu sualın cavabını səhv verirəmsə, bu mənim öyrənmək üçün atdığım ən böyük addımdır. Müəllimlər, bayaqdan bəri, baxın, burada gözəl bir yenə fikir yazdılar. Biz şagirdlərimizə balığın özünü vermirik, balıq tutmağı öyrədirik. Ümid edirəm ki, dərsimiz maraqlı keçir. Davam eləyəyin, dəyərli müəllimlər. Bayaqdan scaffolding deyirsiniz. Scaffolding, ümumiyyətlə, bu scaffolding nədir ümumiyyətlə? Bu haqda məlumat verin, zəhmət olmasa. Biz scaffolding anlayışını necə başa düşürük? Sizcə scaffolding nədir?
Müəllimlər, canlı yayınlarımız inşallah ki, müsahibə gününə kimi davam edəcək. Yəni, müsahibə günün ayın 11-i inşallah müsahibə qutarır, 9-u başlayır. İnşallah ki, ona kimi bizim bu canlı dərslərimiz davam edəcək. Yəni, ətrafınızda olan müəllimlərə deyin ki, Qədir müəllim hər gün saat 16:00-da canlı dərs keçir, yəni ora qoşula bilərsiniz. Bəli, müəllimlər, scaffolding şagirdə göstərilən müvəqqəti dəstəkdir. Belə deyək, körpü rolunu oynayır. Yəni, uşaq nəyisə bilmirsə, həmin an daxilində, belə deyək də, həmin an daxilində, həmin zaman dilimində şagirdə o müvəqqəti dəstək də olur. Məsələn, şagird gəlir ki, ay müəllim, mən bunu bilmirəm. Bayaq dedim, yəni biz şagirdin bilmədiyi sualı hazır şəkildə ona verəndə, biz onun düşünməsinin, araşdırmasının, tədqiqatçılıq qabiliyyətinin qarşısını alırıq. Amma scaffolding eləyirik, ona istiqamət veririk. Və yaxud şagird hər hansı bir hərfi yaza bilmirsə, onun əlindən tuturuqsa, bu da scaffoldingdir. Yəni, şagirdə göstərilən müvəqqəti dəstək olur nə? Dəyərli müəllimlər, scaffolding. Belə bir sual ünvanlayayım sizə. Buzqıran strategiyası haqqında nə bilirsiniz müəllimlər? Ümumiyyətlə, bu buzqıran strategiyası nədir? Bizə nə zaman kömək eləyir? Ümumiyyətlə, bu buzqıranın mahiyyəti nədən ibarətdir? Narahat olmayın, 9-undan gedən müəllimlərimiz var. Onlara nə suallar verilirsə kanalımızda paylaşılacaq. Mövzudan uzaqlaşmayalım müəllimlər. Gəlin görək, buzqıran strategiyası nədir? Narahat olmayın, 9-u nə sual verilirsə hamısını kanalda paylaşacağım. Buzqıran strategiyası nədir? Sual belədir, buzqıran strategiyası haqqında məlumat verin. Fikirləriniz doğrudur müəllimlər, qeyd edirsiniz. Təşəkkür edirəm hər birinizə. Hər birinizə uğurlar arzulayıram. Müsahibəni qətiyyən gözünüzdə böyütməyin. Müsahibə də adı üstündədir, müsahibə. Geri verib gələcəksiniz, Allah qoysa. Müəllimlər, indi isə buzqıran strategiyası haqqında danışmaq istəyirəm sizlərə. Buzqıran ümumiyyətlə nədir? Baxın, buzqıranın elə adı üstündədir. Yəni, elə bir buzdur, yəni bunun əriməsi, bunun qırılması üçün isti münasibətlərin sinif mühitində yaradılması. İndi izah edəcəm. Yəni, bu strategiyadan nə zaman istifadə edirik? Birinci, oradan başlamaq istəyirəm, dəyərli müəllimlərimiz. Şagird-şagird münasibətlərinin yaxşılaşdırılması üçün aparılan önəmli bir metoddur. Yəni, sinifdə şagirdlərin, müəllim-şagird münasibətlərini tənzimləmək üçün, yaxşılaşdırmaq üçün, şagirdlərin bir-birini yaxından tanıması üçün aparılan çox önəmli, çox vacib bir nüansdır, çox vacib bir strategiyadır. Yəni, burada şagirdlər bir-birini yaxından tanıyırlar. İndi burada bir dənə incə nüansı sizlərə çatdıracağım. Biləcəksiniz ki, nə var, nə yox. Buzqıranda, yəni belə deyək, mən Əli adında şagird, dostum və yaxud sinif yoldaşım Gülnarı daha yaxından tanıyıram. Gülnar nəyi sevir, Gülnar hansı yeməyi sevir, Gülnarın hobbisi nədir, Gülnarın belə deyək də, gələcəklə bağlı planları nədir, Gülnar hansı sözü deyəndə əsəbləşir, Gülnarın nədən xoşu gəlir. Baxın, bu zaman sinifdə sağlam bir psixoloji mühit formalaşır. Ümumiyyətlə, bu buzqıranda mənim ən çox sevdiyim üsullardan biri TOR strategiyasıdır. Çox gözəl bir metoddur, dəyərli müəllimlər. Ümumiyyətlə, bu TOR strategiyası nədir? Yəni, çox rahat, çox gözəl bir üsuldur. Yəni, sentyabr ayında bunu öz sinifində tətbiq edə bilərsiniz. Bir dənə yumaq götürürük, bilirsiniz də bu tikmək üçün. Yəni, o yumaq ipini götürürük və həmin ipi götürürük əlimizə, dəyərli müəllimlərimiz. Məsələn, Əli adında bir şagird bu ipi götürür əlinə, ipin topasını daha doğrusu. Deyir, biz ailədə 5 nəfərik. Doğrudurmu? 5 nəfər, kimin ki ailəsində 5 nəfər varsa, dəyərli müəllimlər, həmin ipin o əsas hissəsini ötürür digər şagirdə. Amma ucu əlində qalır, dəyərli müəllimlər. Məsələn, o topun əsas hissəsində götürən şagird deyir ki, məsələn, mənim qardaşım tələbədir. Kiminsə ki, həmin o dayanan o, belə deyək də, o quruqda, kimin ki qardaşı tələbədirsə, o da deyir ki, mən. Kimin ki ortaq dəyərləri formalaşırsa, dəyərli müəllimlər, onlar bir-birinə həmin ipi ötürürlər. Yəni, kimin ki, belə deyək, fikirləri uzlaşırsa, dairə, baxın, bir daha demək istəyirəm, dairə halında bunlar düzülürlər, əllərinə bir ip alırlar və kimlərdə ki ortaq dəyərlər toqqaşırsa, onlar ipi bir-birinə ötürürlər.
Və sonda nə əmələ gəlir, dəyərli müəllimlər? Sonda hörümçək toruna oxşayan bir tor əmələ gəlir və müəllim bir dənə şar gətirir, dəyərli müəllimlər. Həmin o torun üzərinə atır. Baxın, torun üzərinə həmin şarı atdıqdan sonra hansı hissələrdə ki, dəyərli müəllimlər, o iplər daha sıxdırlarsa, bəli, həmin yerdən dəyərli müəllimlərimiz şar aşağı düşməyəcək. Və hansı yerdə ki, iplər arasında məsafə böyükdürsə, həmin yerlərdən nə baş verəcək, dəyərli müəllimlərimiz? Həmin yerdən şar aşağı düşəcək. Yaxşımı? Müəllim burada şagirdə öyrədir ki, bizim ortaq dəyərlərimiz, bizi bir-birimizdən belə deyək də ortaqlaşdıran dəyərlərimiz bizi əslində güclü edir. Baxın, buzqıran strategiyalarının ən gözəl yollarından biri tor strategiyasıdır. Yəni şagirdlər dairə halında toplanırlar və mahiyyəti haqqında az öncə sizə belə deyək də məlumat verdim. Dərs prosesində bu maraqlı metoddan hər biriniz istifadə edə bilərsiniz. Hətta burada əyani vəsaitlər olmadığına görə mən onu çəkə bilmədim. Yəqin ki, mahiyyəti üzrə mən bunu sizlərə təqdim edə bildim. Ailə ev təhsili, yəni üzrə hazırlaşan müəllimlərimiz çalışın ki, tor strategiyası, müəllimlər, tor. İnklüziv təhsillə bağlı araşdırma aparasınız. Çünki inklüziv təhsillə bağlı sizlərə suallar ünvanlaya bilərlər. Davam eləyəyin, belə bir sual ünvanlamaq istəyirəm sizə. Ümumiyyətlə, dəyərli müəllimlər, belə bir məsələni sizlər üçün xatırlatmaq eləmək istəyirəm ki, həmişə çalışın ki, tənqidlə təhqirin fərqini ayırt edə biləsiniz. Məsələn, valideyn bizi təhqir edə bilməz. Yəni, bunu belə hökmlə demirik. Məsələn, sizə sual verə bilərlər ki, ay müəllim, valideyn sizi təhqir eləsə neyin yərsiniz? Yəni, bu zaman deyirsiniz ki, təhqir yol verilməz. Yəni, heç bir kəs tutduğu mövqeydən, tutduğu vəzifədən asılı olmayaraq, belə deyək də, müəllimi və yaxud qarşısında olan insanı təhqir edə bilməz. Və bunu vurğuladıqdan sonra, dəyərli müəllimlərimiz, vurğuluyursunuz ki, məni müəllim olaraq tənqid edə bilərlər. Təhqir olmaz, tənqid olar. Və yaxşı, bizi tənqid edirlərsə, biz bunun fonunda nə etməliyik? Müəllim ona qarşı yönələn tənqidlərdən nəticə çıxartmalıdır və tənqidlərə hər zaman açıq olmalıdır. Baxın, təhqirlə bağlı verilən suallara bu cür bir istiqamətdən cavab verə bilərsiniz. Davam eləyəyin, dəyərli müəllimlərimiz, bir sual da verəcəm, canlını yekunlaşdıracağım, amma narahat olmayın, ayın 9-na kimi hər gün eyni vaxtda bizim canlı dərslərimiz olacaq YouTube üzərindən. Yəni, hər gün qoşularaq sizlər də bu istiqamətdə özünüzü təkmilləşdirə bilərsiniz. Müəllimlər, belə bir sual ünvanlamaq istəyirəm sizə. Hansı amillər valideyni məktəbdən soyuda bilər? Buyurun, zəhmət olmasa. Yəni, baxın, sualı bir daha verirəm. Hansı amillər müəllimi, belə deyək də, məktəbdən, müəllimdən soyuda bilər, tədris prosesindən soyuda bilər? Ayın 8-i olan canlımız uzun müddətli olacaq. Tam bütün nə qədər proqramda məlumatlar varsa, çalışacağam ki, onları sizə çatdırım. Yəni, 11-i kimin nə işi varsa atsın kənara, saat belə deyək də, 7-dən başlayacağım, 3 saat olacaq, 4 saat olacaq, bizim belə deyək ki, canlımız olacaq. Çalışın ki, ayın 8-i olan canlını buraxmayasınız. Baxın, bir daha deyirəm, dəyərli müəllimlərimiz, hansı amillər valideyni məktəbdən soyuda bilər? Baxın, fikirləriniz doğrudur, dəyərli müəllimlərimiz. Bəzən valideyni məktəbdən soyudan amil nə ola bilər? Müəllimin daha doğrusu valideynlə düzgün münasibət qura bilməməsi və yaxud şagirdi ilə bağlı yalnız negativləri valideynə çatdırması və yaxud şagirdin negativ tərəflərini ümumi valideyn iclasında səsləndirməsi. Baxın, bu önəmli bir amildir ki, müəllim dərs prosesində hər zaman gizliliyi qorumalıdır. Və biz müəllim olaraq, əgər yuxarıda saydığım amilləri, belə deyək də, valideynlə münasibətdə hər zaman təkrarlasaq, əmin olun ki, həmin valideyn məktəbdən soyuyacaq. Yəni, bunlardan birincisi oldu ki, sinifdə olan 25 uşaq olsun, 30 uşaq olsun və yaxud 4 uşaq olsun, 5 uşaq olsun, elə bir uşaq olmaz ki, onun ən azı bir dənə müsbət cəhəti olsun.
Yəni valideynlə münasibət quran zaman dəyərli müəllimlər, ən azı bir dənə müsbət tərəfi də olsa, o hissədən başlamalıyıq və bu valideynə stimul verir. Və yaxud proses daxilində çalışmalıyıq ki, dəyərli müəllimlərimiz, valideynimizlə empatiya nümayiş elətdirək. Empatiya, bilirsiniz, çox gözəl bir şeydir. Yəni müəllim olaraq biz öz valideynimizi, qarşımızda olan insanı başa düşdüyümüzü nümayiş elətdirə biliriksə, bu zaman o qarşımızda oturan da bizə belə deyək, anlayış göstərir, bizə qarşı bir məhəbbət formalaşır ona. Ona görə çalışın ki, tədris prosesində belə deyək də bu amillərə diqqət edəsiniz, bu amilləri diqqət mərkəzində saxlayasınız. Davam eləyən dəyərli müəllimlər, belə bir sual ünvanlamaq istəyirəm sizə. Daha doğrusu sual verməyəcəm, izah verib və canlımızı yekunlaşdıracağam. Bu hissəyə xüsusi diqqət yetirin, dəyərli müəllimlər. Sizə hər hansı bir problemlə bağlı sual versələr, məsələn, sual verə bilərlər ki, sinifə şagird gediksə nə edərsiniz? Və yaxud şagird dərsi, belə deyək, summativi qutarıb, amma digər yoldaşlarına mane olur. Və yaxud sual verə bilərlər ki, şagird sinifdə tənəffüs zamanı dəhlizdə qaçır. Problemlər var. Mən gördünüz, ardıcıl olaraq 2 dənə, 3 dənə problemi sizin üçün saydım. Və sizə əmin olun ki, dəyərli müəllimlər, müsahibə günü hər hansı bir problemlə, şagirdlə bağlı problemi sizə verəcəklər. Bax, xahiş edirəm, bu hissəni diqqətli olun, çünki vacib hissədir. Yəni, bir dənə qızıl qayda öyrədəcəm sizə, o qızıl qaydanı öyrənməklə şagirdlərlə, yəni şagird problemləri ilə bağlı verilən suallarda ən azı belə deyək ki, susmayacaqsınız. Ümumiyyətlə, dəyərli müəllimlər, biz bilirik ki, müəllim yanaşması 2 cür olur. Var reaktiv müəllim, var proaktiv müəllim. Baxın, sizə şagirdlərlə bağlı problem verəndə, yadınıza düşsün ki, Qədir müəllim demişdi ki, bunlar mənim proaktiv müəllim olmağımı testdən keçirdirlər ki, bilsinlər ki, qarşımda oturan müəllim reaktiv yoxsa proaktiv müəllimdir. Şagirdlə bağlı sizə problem, yəni şagird problemi ilə bağlı sual versələr, dəyərli müəllimlər, vurğuluyursunuz ki, mən bir proaktiv müəlliməm və mənim sinifdə yaranan hər bir problemlə bağlı əvvəlcədən hazırlanmış bir planım olur. Bax, bu cümləni bir qızıl cümlədir. Problemlə bağlı sizə sual versələr, deyirsiniz ki, mən bir proaktiv müəlliməm və hər bir yaranan problemlə bağlı mənim bir planım olur, prosedurum olur. Məsələn, şagird dərsə gecikibsə, mənim tədris ilinin əvvəlindən bu məsələ ilə bağlı bir prosedurum olur. Yəni, şagird dərsə gecikibsə, qapını döyür, yerinə keçir və dərsə qoşulur və salam. Yəni, yadınızda düşsün ki, problemli bir situasiyanı sizə verirlərsə, sizin proaktiv yoxsa reaktiv müəllim olduğunuzu öyrənmək istəyirlər. Dəyərli müəllimlərimiz, dəyərli həmkarlar, bugünkü müsahibə mərhələsi ilə bağlı dəstək canlı videomuz bu qədər. Bir daha demək istəyirəm ki, canlı yayımlarımız inşallah ki, müsahibə gününə kimi davam eləyəcək. Narahat olmayın, növbəti video izahımızda, növbəti dərsimizdə ilk olaraq iş üsulları haqqında məlumat verəcəm və ondan sonra yenə də sizə müsahibə mərhələsi ilə bağlı ən vacib, ən önəmli nüansları çatdıracağam. 8 sentyabr isə, yəni müsahibədən bir gün qabaq, bəli, YouTube dərslərimiz var, oradan istifadə edə bilərsiniz. 8 sentyabr çalışacağam ki, kurikulumla bağlı müsahibədə sizlərə nə verə bilərlərsə, hər biri haqqında sizlərə məlumat verməyə çalışacağım daha doğrusu. Təşəkkür edirəm dəyərli müəllimlər. Bir daha sonda hər birinizə qarşıdan gələn müsahibə mərhələsində bol uğur arzulayıram. Qətiyyən narahat olmayın, həyəcanlanmayın, prosesi gözünüzdə adiləşdirin ki, gedib nəticəniz də uğurlu olsun.